dostlar, sabahınız xeyir. Güllərim açmağa başlayır. Biraz külləmə var. Nə qədər külləməyə qarşı mən dərman tökürəm, yenə də o qədər də xeyir olmur. Baxın dostlar, necə gözəldir. Sarmaşıq qırmızı qızılgül. Mən əslində axtardığım gül bu gül idi. Yəni mən bundan çox almaq istəyirdim. O qədər istəyirdim. Bax belə qırmızı sarmaşıq qızılgül olsun. Bu da baha olurdu, ala bilmirdim. Mən bu gülü keçən il almışdım Sabunçu bazarından. Orada da ucuz almışdım. Harasa 1-2 manata belə almışdım. Yəni necə deyim? Satıq belə mövsümü geçmişdi də, belə deyək, almağın. Ona görə həm də ki, mən sarmaşıq adı ilə yox, çünki sarmaşıqlar baha verirlər. Hələ belə qırmızı sarmaşıq güllər çox baha verirlər. Mən adi belə düzdə, bir tane adi qızılgül adı ilə almışdım bunu. Gəldi mənim tam istədiyim kimi çıxdı. Yəni inana bilmədim. Uzana gedir, deyirdim xoşum gəlməz, söküb atacağam yəni. Görün bu nə rəng açır. Çünki mən belə gözləmirdim axı bunu. Mən adi, yəni belə qırmızı gül gözləyirdim. Bu da inanılmaz bir şey çıxıb yəni. Oradan aldığım o insan kimi idisə, yəni həqiqətən onun yəni verdiyimiz pullar halal olsun. Çünki oradan 3 dənə qızılgül aldıq. İkisi yerdən bitmə, yəni sarmaşıq yox. Biri də belə sarmaşıq adı ilə yox. Bunu da onlar kimi almışdıq. Bunu da adi gül kimi almışdıq. Amma bu da gəldi. Çox gözəl bir sarmaşıq qızılgül çıxdı. İkisi də o biri aldığım güllər də çox gözəldir. Biri qara qırmızı güldür, biri qəşəng qızıl güldür. Çox gözəldilər. Çox gözəl güldür. Arxa üstü də tumurcuqdur, arxası dolu. Baxın, bura tumurcuq, ora tumurcuq, bura tumurcuq. Hər yer tumurcuq. İndi mən bunun üstünə külləməyə görə dərman səpmişəm. Ona görə belə ağağdır. Dibindən də baxın belə yekə bir zoğ çıxıb, əymişəm bu tərəfə zoğu. Baxın bunun kimi iri bir zoğ çıxıb dibindən. Onu da elə əymişəm ki, bunu bura bağlayacağım. Bunu belə bağlayacağım, belə gözəl olsun. Belə. Bunu da bax belə bura belə bağlayacağım. Əyilir gedir. Bu zoğu da qırmadım. Qoy bitsin görək bu zoğu yəni niyə bu qədər uzanıb belə. Qəribədir. Əgər şey olsa qıracağım onu. Buna mişatçılığı törətsə dibinə bir baxım. Düz dibindən çıxıb bu zoğ. Başa düşmədim niyə. Baxın. O açan bütöv topa qızılgül. Bilməm buradan görünür ya yox. Yarpaqlardan. Bütöv bir tək dibindədir. Baxın tək bu gövdədir. Bu gövdə. Tək buradan da bir qənədi var balaca. Buradan da bir qənəd var. Hətta bu qənəddə də balaca bir tumurcuq var. Tək gövdədir. Bütün bu güllər tək gövdədən çıxıb. Amma bu zoğ. Bu bunun dibindən çıxıb. Onu görən kəsinmə gülə daha güc düşsün. Daha yaxşı güllərin böyütsün. O zoğu görən kəsinmə. Onu düşünürəm. Baxın belə istədiyim kimi tam gözəl bir qızılgül. Sarmaşıq qıpqırmızı buran saranda çox gözəl olacaq. Ayağımın altındakiləri əzdim. Gözəl güllərim var. Baxın bu gül. Birinci qıraqları sarı, ortası belə. Sonra da bax belə bir rəng alıb. Qəribə bir rəngi var. Fosfor kimi bir rəngi almağa başlayır. Əzdim yenə. Qızıl güllərim yavaş-yavaş toparlanmağa başlayır. Düzəlməyə başlayırlar. Bu gözəl gülüm də çox gözəl açmağa başlayır. Burada bir dənə çiyələk alıb əkmişdim. Çiyələklərimiz görək necə olacaq. Güllərimiz. Burası nə belə yayxanıb. Nə belə olub. Quruyub, tez-tez quruyub bəzi gülləri suluyam. Çox sevindim bu gülün belə gözəl qırmızı gül olmasına çox sevindim. Tam istədiyim kimi bir güldür. Çox gözəl. Baxın bundan axtarırdım. Bax bu sarmaşıqdan axtarırdım.
Səndən önce artıq var mıymış? Xəbərim yox imiş. 15 manata satırdılar bax belə sarmaşıq qızıl gülü. Basmayın bazarında. Bu gözəlim neynir burada? Yenə toxum açıb buradan aç kəsək o toxumu. Çoxun atırı. Mən də artıq öyrənmişəm. Baxın bu yumurları belə kəsirəm, quruduram. Deyir quruyub özü açacaq. Toxumlar heyif olmasın deyə. Limonum hələ tumurcuqdadır, çiçək açmayıb. Bu gülüm də çox gözəldir. Bu da artıq başlayıb gül açmağa. Ayda. Ama içildən gül gətirəcəkdim. Neynədim mən onu? İndi gülü gördüm, ceyran gözü gördüm, o yadıma düşdü. Ceyran göz gətirəcəkdim. Qələmələrindən qırmışdım 3 dənəsindən. Onlardan gətirib əkəcəkdim. Unuttum. Yəqin qaldı orada. Dünən gec gəldik deyə. Bu gözəlim maşallah. Yadımdan çıxdı. Bu da baxın necə böyüyür, çox qəşəng. Bunu təzə əkdim bura. Bu ikisini görürsünüz, baxın bunları. Bundan qırıb əkmişəm. İnşallah bitər. Sənə nə olub? Susuyumsan yenə sən. Tez gətirim su verim ölməmiş, tez. Tez buna su verim. Ürəyə getməmiş tez su verim. Hani mənim su verəcəyim qab? Tumurcuqlar artıq açmağa başlayır. Güllərimiz, gözəllərimiz. Orada da biber, reyhan falan ekmişim. Şöyle. Buna niye geldim unuttum. Gedibdim her şeyi getirəm. Burada çiyələk almışdım. Yine çiyələk. Bura ekmiştim. Buralarda da var. Geçen çiyələkdi bu seferki. Buralarda suyuplar. Su verim hamısına. Bəzi reyhanlarım yaxşı böyüyür. Bəziləri isə böyümürlər yaxşı. Hər yerə reyhan əkmişəm. Reyhan çox sevirəm. Görək böyüdə biləcəyikmi? Əsas məsələ baxın bu xiyarlar. Bilirsiniz tane vaxtdan alıb əkmişəm. Çoxdandan. Böyümürlər. Bu xiyarlar niyə böyümürlər? Dibindən də kartoşka çıxır. Buralara mən şey bastırmışdım. Qışdan. Atıq utuqlar, kartof falan evdən çıxanları. Onlar kartoşkalar çıxmağa başlayır. Yolaq dökək. Biberlər bir türlü özlərinə gəlmir. Bir türlü alınmır. Bu xiyarları əkəndən heç düzəməlli böyümürlər. Heç düzəməlli özlərinə gəlmirlər. Başa düşmürəm niyə. Bir dənə bax bu biraz inkişafa qalxıb, bir də o biri kənardakı. Nəsə çox zəif inkişafdır. Biberlərdə çox zəif inkişafdır. Biraz özünə gəlməyə başladı. Buradakı biberlər, hələ ki şirin biberlər. Görəkdə nəsə inkişaf çox zəif. Yarpaqları da bir cür olublar. Bax sarılıq var, bilmirəm, nə bilim, görək. İnşallah düzələrlər. Güllərim maşallah. Bax bu qara qırmızı güldür, çox gözəldir. Həmin o qırmızı sarmaşıqla birlikdə almışam. Bu da çox gözəldir. Bunu da sarmaşıqla birlikdə almışam. Tabii onun sarmaşıq olduğunu bilmirdim. Həqiqətən çox gözəl güllər imiş. Bu gözəl gülümü daha öncədən almışdım. Keçən il yox, o bir il böyümüşdü. Bax belə qalxmışdı bura qədər. Sonra bunu biçdim, elədim. Təzədən bunu bitizdirirdim. Dibindən necə gözəl zoğlar çıxırdı, necə gözəl böyüyürdü. Qırıldı, elədi, nə bilim, buradan, oradan, yuxarıdan pişiklər, ayın gülləri falan atdı üstünə. Bu da çox gözəl güldü. İnşallah qurumaz gülüm. Baxın, buradan bir dənə belə, haran çəkirəm, hə, buradan bir dənə qəşəng qanat çıxırdı. Oradan böyüməyə başlayırdı. Yeni yarpaqlar açmağa başlayırdı. Onu da yuxarıdan pişik
Gülü saldı, qırdı. Göre inşallah qurumaz, biter yeniden. Gücün verib bu 2 dənə gülünə inşallah ki quruma olmaz. Həyətdə ki bu əkdiklərimin çoxu salyanqozlar yeyir. Gilasım az gətirir, çox az gətirir. Almalarımda da var. İndi hələ ki tam görükmür, amma var. Buradakılar qəşəng böyük lobyalarımız. İnşallah qəşəng olar. Bilmirəm yer lobyası ya uzanan lobyadır, bunu bilmirəm. Elə adi satılan lobyadan alıb əkmişəm. İnşallah ki yaxşı çıxar. Pomidorumuz böyüyürlər. Badımcanlarımız böyüyürlər. Buradakı badımcan. Bu qırılanın yuvarlacı yarpağı var idi. Yoxa çıxdı. Yəqin ki cücümüzü yedi. Nə bilim bitəcəkmi, bitməyəcəkmi. Onun gətirin başına bir şey keçirin. Bəlkə bitdi. Baxın burada deyə. Cücülər də ki tay məni bezdirib də. Hər yerdə salyanqozlar falan filan. Buralara baxıyardan əkmişəm. Bu da bilmirəm sulayam. Bu buranıdır badımcan. Bu da badımcandır. Bunu nə belə əzib. Bu da badımcan. Dünən çox külək oldu. Yəqin külək biraz bunlar. Bunun burası qırıldı. Düz bax bu hissəsi. Bilmirəm bitəcək ya yox. Xiyar idi. Bu da xiyar olmalıdır. Görək də necə olacaq. Buraları təmizlədim. Buranı baxın belə açdım. Qarşısında setkalayacağım. Toyuq falan idi belə orada saxlayacağım. Bəri keçməsinlər. Hələ ki az toyuq çünki bu da öldü baxın. Hələ tez idi onsuz əkməyim. Pomidorları biraz əkdiyim bax belə topa qablardan çıxardıb buraları əkirəm. Dediyim kimi hələ tez idi, amma bəziləri tutub baxın. Tutanlar var, hələ biraz da böyüsünlər. Bu nə qabı idi bilmirəm. Boşdur, elə belə qalsın burada. Buradakı qızıl güllərim də tutanlar var. Allah ulaqlarını təmizləyək. Otlarını təmizləyək. Tutanlar var buradakı qızıl güllərimlə. Tutmayanlar da var. Buranı da əkmişdim bura. Bu da maşallah qəşəng tutan oxşuyur. Elə bu gözəlim də açır. Bunun navdan tökülən yağış suyu bunun içine əsas tökülürdü. İnanırsınız necə gözəlləşib, tər-tər. Heç o tərəfdəkilər, yəni bütün qabları əkdiklərim bunun kimi deyil. Necə gözəl, necə tər, buna bax. Necə gözəldir. Lalə belə çıxıb burada, lalələr. Gediccan. Bu da çox qəşəngdir, bu da tərdir. O bizləri gedim soyum. Baxın buna necə gözəldir. Çox qəşəng. Açmağa başlayır. Onu oradan özümü qoymuşam ki, belə bura çox gözəl belə sarmaşsın. İri bir qab əkmişəm, amma tez-tez sulamaq lazımdır. Tez-tez baxım eləmək lazımdır. Gübrələmək lazımdır ki, daha gözəl inkişaf göstərsin. Evin üstün yığacam. Oranı çox basa-bas eləmişəm. Heyvalarımın çoxun külək tökür. Görək axırda nə qalacaq, nə böyüyəcək. Allah bilən məsləhətdir. Çünki çoxunun baxıram kökləri balacadır. Bəziləri külək töküb. Belə. Bu ağacımı da bilirsiniz də mən budamışdım. Gətirmirdi. Yeni yarpaqlar çıxardır. Gözəlləşsin inşallah. Buradakı reyhanlarım, baxın buradakı pomidorlarımın əkdiklərimin çoxu tutub baxın. Necə tutub baxın.
Çox o tutub. Hələ günəş bu tərəfə gəlməyib. Bilmirəm günəş gələndə necə olacaq. Dünən yox sırağa günəşmişdim. Dünən heç baxmamışam, evdə olmamışam. Dünən bu tutmayıb, bu ölüb elə bil. Bunlar amma tutanlar tutub. Tutmayanlar da yenidən əkərəm. Baxın, bu bodur pomidor almışdım. Ondan qırıb qanadından əkdiklərimdir. Bunları tutan oxşuyurlar. İnşallah böyüsünlər. Bu bilirsiniz də mən özüm alıb balaca toxumlatdığım pomidordur. Bunlar üçün yer saxlamışam. İnşallah bitsinlər. Əkəcəm orada. Bu qarğudalı ilə lobiyadır. Burada əsas 3 dənə iri qarğudalı saxlamışam. Yerdə qalan otdu, şotdu qırıb atmaq lazımdır. Elə. Çox da qırmaq istəmirəm otları. Buradan gözlüyünə bir dənə də pomidor çıxır. Pomidor da səhv eləmirəmsə. Oxşuyur pomidora. Gözlüyünə çıxır orada. Dəyməyəcəm. Burada da qarğıdalılar var. İrilərin saxlayıb balacaların atacağım. Belə noxud bir-iki noxud əkmişdim. Bitiblər. Baxın, görün necə olacaq. Zaryatkam ömür boyu az olub. Biber. Baxın, burada qızıl baldır çıxır. Qızıl baldır deyirlər. Baxın, bu otu çox sevirəm mən. İnşallah ki bitər reyhanlarımız. Pomidorlar. Çox gözəl. Evitimizdə hər şey gözəlləşir. Hər şey coşur. Türklər buna baxın, yoğurt otu deyir, nə deyir? Yapışqanlı bir şey. Adama yapışır belə. Mənim bütün şüyüdlərimi, pişiklər məhv elədi. Bilirsiniz, iri-iri qablarda çox gözəl bitmişdi. Bilmirəm, pişik mi elədi, quş mu elədi. Şüyüdün üstünə çıxanda əzilir. Əzilirsə çürüntü verir. Amma buralarda toxumu düşüb öz-özünə baxın, çıxan şüyüdlər var. Bunlara dəyməyəcəm. Seyrək-seyrəkdir, amma qəşəng bitirlər, qalsınlar. Hər yerdən çıxır, baxıram ki. Toxumu düşüb çıxan. O tərəfdə bir-iki şüyüd var, onları toxumluq saxlayıram. Belə, buralarda da qızıl güllərim var. Bitirlər, özlərinə gəlirlər. Sarmaşıq, gözəl güldür. Baxın, bu xiyardır. Burada bir dənə, bax, bu xiyarın başı kəsilmiş, təzdən öz-özünə bitir. Oralarda da xiyarlar var. Lobiyalarım, xiyarlarım. Belə-belə. Hər şey gözəl. Begonvil almışdım. Keçən il 2 dənə begonvil. Bu qışı birini çıxardıb qaba əkdim. Bəlkə də o oyanacaqdı. Mən biraz tələsdim. Onu mən elə bildim bitməyəcək. O begonvilimi qırıb atdım. Amma sonradan gördüm ki, begonvillər sonradan yarpaqlayırmış. Bunu bura əkmişəm. Tez-tez gərək gətirəm, su verəm. Susuzdur. Qırdım, baxdım ki, yaşıldır hələ. Dedim, bəlkə oyanacaq. Ona görə dəymirəm buna. Belə. Labyalar falan filan. Güllərimiz. Maydanozum. Yəni, cəfəri petruşka deyirik, cəfəri deyirik. Türklər maydanoz deyir, ondandır. Daha çox idi və sırtlıq da çox hər yerdə bitir. Bir topa burada saxlamışam. Bunun kökünə belə dəyməyəcəm. Lazım olan da işlədirəm. Şüydüm. Baxın, toxumu buralardan belə çıxıb dəyməyəcəm. Çünki həqiqətən adam işlədəndə birdən tapa bilmir. Keşniş bir tək burada qaldı. Görürsünüz də bir tək burada sağ qala bildi. Ortası çürüntü vermişdi. Ortasında bir reyhan əkdim. Bu da inşallah bitər. Belə-belə dostlar. Güllərimiz. Görək. İnşallah hər şey gözəl olar. Coşurlar, böyüyürlər, gözəlləşirlər. Gətirin buna su verim. Burada baxın, bunlardan Hərzai mələkşəsinin toxumundan əkmişəm. Baxın, görüm, quruyub elə bir salfetkası. Toxum şişib, amma salfetkası quruyub. Gətirin buna da su verim.
Özü sanki toxumlar biraz ağarıblar ucları. Buna da su verək. Baxın bu begonvil də deyirəm. Nədir bunun adı? Dostlar. Mor salkım. Mor salkım bizdə adı nədir bilmirəm. Uzun bənövşəyirəkdə çox gözəl qoxulu, minli qoxusu Yasəmənin qoxusudur da. Elə açır. Baxın bəlkə də burada açırmış. Mən bunu çıxartdım. Bilmirəm yarpaq mı açacaqdı yoxsa çiçəkmi? Bunu mən indi kökləndirici də almışam. Bunu mən əkəcəm inşallah bitər. Bu gülümdə bəzilərini görmüşəm. Topa çox böyüyür, qəşəng olur. Bunda hələ ki balaca qabdadır. Sonra böyük qaba əkərəm. Elə güllərimiz artıq gözəlləşirlər. Havada gah yaxşı olur, gah pis olur. Belə də hələlik bu qədər. Sağ olun.